Amması budur ki, kimləri qoyub, kimlərin peşinə düşən insanlar, kimləri mövzunu çağırtmaq olan mövzu insanlar, mən özüm belə ölkənin o boyda gündəmini daşıyan, belə biz bloger kimik ki? Bu ölkənin uğrunda savaşan, əlindən qolundan olan kəslərindən bu qədər danışıb ətrafına yığılmayan kəslər bugün Azərbaycan gündəmi kimlərin əlindədir bu dəqiqə? Azərbaycan mediaya baxanda ziyalılar, bu normal şeylər qalıb kənarda. Hansısa TikTokerlər. Abala bir geyin profilini açırsan 30 minə yaxın baxış var. Bir sənətkarın, bir həkimin, bir nə bilim, bir Azərbaycanın üçün bir politoloqun, bir öndə gedən kəsləri heç kim bu qədər danışmır. Çünki sizin başınız o qədər işləyir və ona görə də bu cür mövzulardan bizim də, mənim də başımı xərab edilmə burada. Kimlər ki 1% adam var ki ciddi şeylər danışır, onlar mənə yazsın. Arzu, bəli, çıxdığınızda biz sevinsək də, sevinməsə də qapı açıq olsun. Əgər haqsız tutulmuşdursa, bu sənin haqqında çöldə olmağının və sənin əzizləri də təbrik eləyirəm. Amma qaldı ki, bu qədər bu temalardan danışanlar kül sizin başınıza. Kül sizin başınıza. Sağ olun.